ABŞ Venezuela ilə gərginliyi daha da artıracaq qərar qəbul edib. Nikol xarici TV istinadən xəbər verir ki, Vaşinqton Venezuela prezidenti Nikolas Maduronu terror təşkilatının lideri elan edib və onun başına $50 milyon pul mükafatı qoyub. Ağ Ev məsələ ilə bağlı açıqlama yayıb və bildirib ki, Maduro rejimi qeyri-qanunidir. ABŞ prezidenti Donald Trump daha əvvəl imzaladığı sərəncam çərçivəsində Latın Amerikası narkotik kartellərinə qarşı yerində mübarizə kontekstində ordudan istifadənin artırılması və daha səmərəli istifadə edilməsi barədə göstəriş vermişdi. Bu çərçivədə ABŞ avqustun sonunda Venezuela sahillərinə sualtı qayıqlar və döyüş gəmilərindən ibarət dəniz qüvvələrini göndərib və Müdafiə naziri Pete Hegseth ABŞ ordusunun Venezuelada rejim dəyişikliyi də daxil olmaqla əməliyyatlara hazır olduğunu bildirib. Buna cavab olaraq Venezuela prezidenti Nikolas Maduro ölkədə 4,5 milyon milis qüvvəsini səfərbər etdiyini və istənilən hücumu dəf etməyə hazır olduğunu açıqlayıb. ABŞ-nin Venezuela sahillərində narkotik qaçaqmalçılığı üçün müəyyən qayıqları hədəf almağa davam etməsi həm Venezuela hökumətinin, həm də beynəlxalq ictimaiyyətin tənqidinə səbəb olub. Bəziləri isə hücumların beynəlxalq hüquqa zidd olduğunu iddia edib.